Axşamınız xeyir olsun. Aktual gündəmi izləyirsiniz. Artıq İran məsələsi bağlandı və bütün diqqətlər Ukraynaya yönəldiləcək. Bunu mən demirəm, bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump deyir. İndi İran məsələsi nə qədər bağlanıb? Əlbəttə ki, bunu mübahisələndirmək olar. Ancaq bugün əsas müzakirə mövzumuz Ukrayna ətrafında cəryan edən proseslər olacaq. Rusiya-Ukrayna cəbhəsində son vəziyyət nə yerdədir? Rusiya mı irəliləyir? Təşəbbüs Rusiyadadırmı, yoxsa Ukraynadadırmı müharibənin inisiatifi? Bu məsələlərə ekspertlərimizlə bərabər aydınlıq gətirməyə çalışacağıq. Donald Trump bir açıqlama verdi ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər. Maraq doğuran məqamlardan biri həm də budur. Xatırlayırsınız, ötən il Oval kabinetdə, Ağ Evdə Donald Trump və Zelenski arasında bir qarşıdurma, bir qalmaqal yaşandı. Daha sonra Alyaskada Vladimir Putinlə Donald Trump arasında bir görüş keçirildi və bəzi ekspertlər də bildirdilər ki, ümumiyyətlə Ukrayna məsələsi bu Alyaska görüşündən də sonra məhz Rusiyanın xeyrinə həll ediləcək. Çünki Vladimir Putin və Donald Trump arasındakı danışıqlar məhz bunu deməyə əsas verir. Analitiklər belə deyirdilər. Daha sonra elə bu ayın əvvəllərində Donald Trump bildirirdi ki, Rusiya və Ukrayna birlikdə öz arasında bu məsələni həll eləməlidir hər iki tərəf. İndi nə baş verdi ki, Donald Trump Ukraynanın yanında yer aldı və bildirir ki, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər. Əgər tərəflər uzlaşmaya getməzlərsə, maraq doğuran əlbəttə məqamlardan biridir. Bəs Rusiya yeni sanksiyalar tətbiq olunarsa, bu zaman cəbhədə vəziyyət necə inkişaf edəcək? Bu, Rusiyanın geri çəkilməsinə bir səbəbiyyət verəcəkmi? Yaxud da Rusiyanın daha da aqressivləşməsinə mi səbəb olacaq? Həm də bu suallara bu axşam aydınlıq gətirəcək. Başqa bir tərəfdən də Almaniya Rusiyanın ünvanına bəzi ultimatumlar göndərir. Almaniya hava qüvvələrinin komandanı da bildirib ki, Rusiya ilə müharibə baş verərsə, NATO Sankt-Peterburqu, Kaliningradı, Qara Dənizi atəşə tutacaq və bu ərazilərə zərbələr endiriləcək. Almaniyanın belə bir ultimatum Rusiyanın ünvanına göndərməsinin arxasında hansı səbəblər dayanır? Ümumiyyətlə, Almaniya öz hərbi imkanlarını da genişləndirir. Məqsəd nədir? Rusiya təhlükəsi mi var? NATO yeni bir müharibə senarisinə mi hazırlaşır? Bəzi bundan əvvəlki xəbərlərdə də yayımlanırdı. Estoniyada, Latviyada həyəcan təbili çalırdılar ki, Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. Bu senarilər nə qədər reallaşa biləcək senarilərdir. Bu məsələlərə həm də bu axşam aydınlıq gətirəcək. Başqa bir tərəfdən də Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan öz həmkarı ilə görüşüb, Sergey Lavrovla və hansı məsələlər bu görüşdə müzakirə olunub tərəflər arasında, Ukrayna ilə bağlı hansı məqamlara toxunulub və Türkiyə Xarici İşlər Nazirinin Sergey Lavrovla görüşü hətta planlaşdırılır. Rusiya prezidenti Vladimir Putinlə də görüşü olacaq Hakan Fidanın və bu görüşlər Ukrayna böhranının həll olunmasında hansı real, effektiv fəaliyyətləri həm də ortaya qoya bilər. Bu məqamlara aydınlıq gətirəcək. Studiyamızın qonaqları siyasi şərhçi Məhəmməd Əsədullazadə və hərbi ekspert Ramil Məmmədlidir. Bizimlə isə Zoom bağlantısında Yücəl Karauz olacaq. Ehtiyatda olan general yəqin ki, az sonra bizə qoşulacaq və biz elə Hakan Fidanın Türkiyəyə, daha doğrusu Rusiyaya səfəri məsələsini də onunla bərabər həm də müzakirə edəcəyik. Mən başlamaq istəyirəm Ramil müəllimdən. Ramil müəllim, hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət gərgin olaraq qalır və Rusiya Kiyevə elə 2 gün bundan əvvəl də ciddi zərbələr endirdi və Ukraynada əslində Rusiyanın dərinliklərinə zərbələr endirməkdədir. Təşəbbüs hazırda hansı tərəfdədir?
Təşəkkür edirəm, çox sağ olun dəvətə görə. Öncədən onu qeyd etmək istəyirəm ki, adətən bu cür fikirləri sonda deyirlər, amma mən əvvəldən demək istəyirəm ki, hazırki vəziyyətdə Rusiya bu situasiyadan çıxmaq istəyirsə və yaxud da çıxmağı düşünürsə, onun yeganə yolu iri miqyaslı hərbi əməliyyatlara başlamaqdır. Yəni, hərbi birləşmələrin sayını artırmaq və klassik müharibə formatında döyüş əməliyyatlarını davam etdirməkdir. Əks təqdirdə Rusiya uzun müddətli bu zərbələr qarşısında ciddi problemlərlə üz-üzə qalacaq. Bu ciddi problemlər hansı problemlərdir? Əlbəttə, müharibədə əsas missiya ön cəbhədə döyüş əməliyyatlarını aparan hərbi birləşmələrin üzərinə düşmür təkcə. Bu həm də logistik bir prosesdir. Yəni, ön cəbhədə döyüş əməliyyatlarını aparan hərbi birləşmələrin təminat, təchizat məsələləri olduqca əhəmiyyətlidir. Və Ukraynanın son bir il ərzində həyata keçirdiyi əməliyyat Rusiyanın dərinliyində, daha dəqiq desək, Rusiyanın qərb bölgəsində, yəni Ural istiqamətinə qədər olan, Xəzər dənizinə qədər olan ərazilərdə yerləşən yanacaq anbarlarının, yanacaq müəssisələrinə zərbələrin endirilməsidir. Bu isə olduqca əhəmiyyətli məsələ məqamdır. Yəni, yerüstü əməliyyatların həyata keçirilməsində yanacağın hələ indi də 2-ci Dünya müharibəsində olduğu kimi bu gün də yanacağın əhəmiyyəti olduqca böyükdür. Çünki yerüstü əməliyyatların həyata keçirilməsində ordu birləşmələrinin irəli aparılması üçün yanacağa ehtiyac var və paralel olaraq silah-sursat anbarlarına da endirilən zərbələr, yəni Ukrayna tərəfindən endirilən zərbələr ön cəbhədə döyüş aparan Rusiya silahlı birləşmələrinin, hərbi birləşmələrinin bu istiqamətdəki təminat, təchizat problemi ilə üz-üzə qoya bilər. Və mən hesab edirəm ki, əslində bu problem artıq yaranmaqdadır. O baxımdan klassik müharibə formatına keçməklə Rusiya silahlı qüvvələri Ukraynanın zəif nöqtələrini aşkara çıxarda bilər. Bu zəif nöqtələr hansılardır? Şəxsiyyətlə bağlı olan məsələlərdir, texnika ilə bağlı olan məsələlərdir, silah texnika ilə bağlı olan məsələlərdir. Əlbəttə ki, hazırki vəziyyətdə Rusiyanın bu riskə getmək imkanları da məhduddur. Yəni, daha əvvəlki, yəni 2022, 2023, 2024-cü illərdə olduğu kimi xalqın bu prosesə, bu hərbi əməliyyatlara dəstəyi zəifləməkdədir. Yəni, bir daxili narazılıq var, çünki hansısa bir formada Rusiyadan müəyyən informasiyalar gəlir, bir daxili narazılıq var. Yəni, bu da müharibə prosesinin, müharibənin uzanması ilə bağlıdır. Amma ümumilikdə amma taktiki baxımdan götürdükdə, daha dəqiq desək, Ukrayna cəbhəsində Rusiya silahlı qüvvələrinin mövqeləri o qədər də pis deyil. Yəni, söhbət yaşayış üstünlük Rusiyadadır, deyə bilərikmi Ramil müəllim? Belə deyək, biz əgər... Nəzərə alsaq ki, Rusiyanın çox sayda canlı qüvvəsi var, raket istehsalı sürətlə inkişaf edir. Bu müharibə başlayıb 2014-cü ilin fevral ayında. Bəli. Əgər biz 2014-cü ilin yanvar ayı ilə və yaxud da 2013-cü ilin dekabr ayı ilə hazırki dövrü müqayisə etsək, yəni 2026-cı ilin iyun ayını müqayisə etsək, əlbəttə ki, xəritədə Rusiyanın əldə etdiyi üstünlükləri görəcək xəritədə. Bu hansılardır? Böyük ərazilər, Krımın ilhaq işğal edilməsi, Donetsk, Luqansk vilayətinin tamamilə işğal edilməsi, Donetsk vilayətinin 80%-ə qədər hissəsinin, 70-80%-ə qədər olan hissəsinin ələ keçirilməsi, Zaporojye vilayətinin böyük bir hissəsinin nəzarət altında saxlanılması, üstəgəl də Ukraynanın dərinliyində yerləşən mühüm strateji obyektlərin, həm də hərbi obyektlərə zərbələrin endirilməsi və yaxud da sıradan çıxarılması. Amma bu saydıqlarınız Ukraynanın, çox üzr istəyirəm, geri çəkilməsinin qarşısını
almır və Ukrayna güclü bir müqavimət göstərir. Bir Məhəmməd müəllimə müəllim işlək bu deyir məqam. ki, Rusiya klassik mənada, klassik müstəvidə bu müharibədən çıxmaq üçün geniş miqyaslı şəxsiyyəti cəmləşdirməlidir. Mən qeyd edim ki, Rusiya bütün silahlı qüvvələrini məhz Ukrayna cəbhəsində tamamilə cəmləşdirib, kifayət qədər bütün elit qüvvələrin hamısını, amma bacara bilmədi. Elə Donbasda ilişib qalıb. Rusiya hazırda həm taktik, həm də strateji baxımdan məğlubiyyətdədir. Bəli, taktiki baxımdan son bir il ərzində demək olar ki, sıfırlanıb. Əvvəl taktiki baxımdan güclüdür. Amma indiki cəbhə bölgəsində taktiki üstünlük Ukraynanın əlindədir. Nəyə əsasən deyirsiniz bunu? Bax, bu günləri Rusiya demək olar ki, Donbasın tamamilə inzibati sərhədlərinə çıxa bilməyib. İkincisi, Ukrayna kifayət qədər lokal da olsa irəliləyişlər əldə edir. Rusiya cəbhə xəttində dayanıb, irəliləyiş əldə edə bilmir. İkincisi, Krıma demək olar ki, quru yolu, təchizat, lojistika kəsilib. Ukrayna silahlı qüvvələri vizual olaraq Krımı mühasirəyə alıb və Rusiya hazırda taktiki cəhətdən uğursuzluğa məhkumdur. Bəli, 2022-ci ildən 2025-ci ilə qədər, 2024-cü ilə qədər Rusiya müəyyən əraziləri qopartdı. Ramin müəllim deyir ki, 2014-cü ildən başlayıb. Bəli, onda Ukrayna silahlı qüvvələri olmayıb, kağız üzərində olub. Mən hesab edirəm ki, hazırki 2022-ci ildən məsələlərə baxmaq lazımdır. Ərazi tutmaq, müharibədə uduzmaq demək deyil. Nə olsun, Ermənistan da 30 il ərzində döyüşdə uduzduq. Amma müharibədə qalib gəlmədi. Bu günləri döyüşdə Ukrayna tərəfi müəyyən müddətdə uduzdu. Amma hazırda Ukrayna taktiki cəhətdən Rusiya silahlı qüvvələrini üstələyir və növbəti mərhələdə Rusiyanın üzərində də qələbə çalmasını mən istisna etmirəm. Bu günləri Ramin müəllim deyir, kütləvi zərbə. Bəli, Moskva kütləvi zərbə vurdu Kiyevə. Bilirsiniz ki, müqəddəs xristian dininin məbədlərini və Ukraynada Kiyevin stilik stansiyasını, böyük stansiyasını nəticədən oldu. Ukraynada asimetrik olaraq Moskvada neft emalı zavodunu vurdu. Bu günləri Ukraynanın əlində... Vurdu, amma bu zərbələr təsirli olacaq mı? Təsirli olacaq, əlbəttə ki, Rusiya təsirli olacaq. Biz müzakirəni davam etdirəcəyik, amma hazırda bizimlə Zoom bağlantısında ehtiyatda olan general Yücəl Karauzdur. Yücəl müəllim, sizin də axşamınız xeyir olsun. İyi yayınlar diliyorum. Teşekkür ederim. Təşəkkür edirəm. Yücəl müəllim də bizə Türkiyədən qoşulub və az əvvəl ilə verilişin əvvəlində anonsunu verdiyim məsələ ilə bağlı da Yücəl müəllimlə müzakirə aparacağıq. Hakan Fidanın məhz Rusiya səfəri ətrafında müzakirəmiz olacaq. Yücəl müəllimlə siz fikrinizə davam edin. Bəli, mən hesab edirəm ki, Moskva bax vuruldu. Bu günləri Ukrayna əlində kifayət qədər strateji Flamingo, Neptun və digər ballistik raketlər var. Məsələn, Rusiya kütləvi şəkildə sabahları yenidən Kiyevə hücum eləsə, Ukrayna da kütləvi şəkildə Rusiya hücum elər. Və müharibənin dönüşündə bir məsələni deyim. Ötən həftə Volodimir Zelenski, Almaniyanın kansleri, İtaliyanın, Fransanın prezidenti Böyük Britaniyada görüş keçirlər və təbii ki, orada çox ciddi qərarlar alınıb. Hələ də Krıma da hücumlar təşkil olunacaq və Moskva da artıq... Bu qərarlara gələcək. Mən Ramil müəllimdən soruşmaq istəyirəm. Ramil müəllim, bu neft kimya zavodlarına Ukraynanın zərbələr endirməsi Rusiyaya, bunlar təsirli olacaqmı və Rusiyanın geri çəkilməsinə səbəbiyyət verərmi? Mən fikrimin əvvəlində Rusiyanın, daha doğrusu Ukraynanın, Rusiyanın yanacaq müəssisələrinə və yanacaq anbarlarına, həmçinin silah-sursat anbarlarına və müəssisələrinə indirdiyi zərbənin fəsadları haqqında danışdım. Bu fəsadların əsasında bir daha təkrar edirəm. Ön cəbhədə döyüş əməliyyatlarını həyata keçirən zirehli texnikaların və texnologiyaların yanacaq problemi ilə üzləşməsi, logistik baxımından artıq Sibirdən gəlmək, vaxt itkisi və s. bununla bəzi gələ bilər, üz-üzə gələ bilər. İkincisi, silah-sursat çatışmamazlığı. Çünki müəssisələrin istehsal etdiyi silah-sursat və texnikalar yaxın ərazidə döyüş əməliyyatlarının həyata keçirildiyi, yaxın ərazilərdə müəyyən anbarlara yığılır və həmin anbarlardan artıq ön cəbhəyə köçürülür. Və həmin anbarlara edilən zərbələr əlbəttə ki, müəyyən mənada silah və sursatların
məhdudiyyətlə qarşı-qarşıya qalmasına, yəni azalmasına, daha sadə dillə desək, Rusiya Silahlı Qüvvələrinin ön xəttdə döyüşən hərbi qulluqçularının silah və texnika ilə, sursat problemi ilə üzləşməsinə gətirib Amma çıxarır. bildirdiniz ki, klassik taktikaya Rusiya üstünlük versə, o zaman Rusiya bu müharibənin təşəbbüsünü ələ ala bilər. Deməli, Arzu xanım, klassik müharibə nədir? Buyurun. Bizim hörmətli cənab general da dinləyir. Klassik müharibə nədir? Klassik müharibə Birinci və İkinci Dünya müharibəsində istifadə olunan taktikadır, strategiyadır. Müasir müharibələrdə, müasir müharibə aparılması prosesini birinci 90-cı illərin əvvəllərində Amerika Birləşmiş Ştatları İraqda həyata keçirdib. Yəni dronlardan, pilotsuz uçuş aparatlarından istifadə etməklə, məhdud sayda istifadə etməklə. İkinci, kütləvi şəkildə, daha kütləvi şəkildə Azərbaycan Respublikası, yəni Azərbaycan ordusu bunu həyata keçirib. Ermənistan üzərində biz qələbə çalanda məhz müasir texnika və texnologiyalardan, yəni rəqəmsal nəzəriyyələr əsasında yaradılan texnika və texnologiyalardan, yəni dronlardan, pilotsuz uçuş aparatlarından, dəqiq zərbə endirə biləcəyimiz taktik raketlərdən, əməliyyat taktik raketlərdən istifadə etməklə biz uğur qazanmışıq. Növbəti daha kütləvi istifadəni isə biz artıq 2024-cü ilin sonlarından 2025-ci ildən başlayaraq Ukraynada görürük. Əlbəttə ki, qısa bir müddətdə mən arada Türkiyə bunu Suriyada həyata keçirdiyi əməliyyatlarda da istifadə etmişdi, dronlardan istifadə etmişdir. Amma bu iri miqyaslı və geniş müharibə olmadığına görə Ukraynanı və Azərbaycanın həyata keçirdiyi, Azərbaycan-Ermənistan arasında olan müharibəni misal kimi göstərdim. Bu, müasir texnologiyalara dayanan, söykənən hərbi əməliyyatların aparılmasıdır. Nədir? Ramin müəllim, bizim Azərbaycanın da deyək, müasir texnologiyası vardı, Türkiyənin də var, təbii. Amma Ermənistanın da var idi. Rusiyanın varmı? Çünki Rusiyanın biz 9 mayda paradda heç texnikalarının çoxunu müşahidə etmədik, izləmədik. Bəzi ekspertlər bildirir ki, köhnə texnikalardır. Mən o suala cavab verəcəm, bir dəqiqə mənə vaxt verin, hətta daha az. Klassik müharibə isə nədir? Klassik müharibə bütün hərbi birləşmələrin, raket artilleriya qüvvələrinin, aviasiyanın dəstəyi ilə hücum əməliyyatları, yerüstü hücum əməliyyatlarını həyata keçirtməsi. Gözünüzün qarşısına Stalingrad döyüşünü gətirin, gözünüzün qarşısına Kursk döyüşünü gətirin, gözünüzün qarşısına Kiyevin, Minskinin, Varşavanın və digər yerlərin Alman faşistlərindən işğalından azad olunması müharibəsini gətirin. Bu nə deməkdir? Biz əvvəlcə bir məqamı unutmamalıyıq ki, Ukraynada cəhbənin uzunluğu 2000 kilometrə yaxındır, hətta bir qədər də çoxdur. Bu 2000 kilometr nə deməkdir? Biz bunu əgər tağımlara, manqalara, tağımlara, bölüklərə böləcəksə, burada hücum edən tərəfin şəxsi heyətinin sayının milyon yarımdan artıq olması deməkdir. Hətta daha da çox deyərdim. Milyon yarım, 1.500.000 nəfər deməkdir. Müdafiəni təmin edən şəxsi heyətin sayının isə 2 dəfə, 3 dəfə az olması deməkdir. Və 2 dəfə, 3 dəfə az olması bəs edir. Nəyə görə? Çünki artıq müasir texnologiyalardan istifadə etməklə müdafiəni təmin etmək mümkündür. Amma hücum edən tərəf təbii ki, daha effektiv texnologiyalardan və canlı qüvvədən istifadə etməlidir. Bu potensial əlbəttə ki, etiraf etmək lazımdır ki, Rusiyada var. Rusiya bu potensialı hansı formada təmin edib? Birincisi, silahlı qüvvələrin şəxsi heyətini 2 milyondan artıq sayını 2 milyondan artığa çıxardıb, daha artıq çıxardıb. Yəni son qərarla da artıq 2.400.000 təxminən şəxsi heyətin sayı nəzərdə tutulub və səfərbərlik də həyata keçirilir. Həmçinin kənardan, Cənubi Amerikadan, Afrikadan, Hindistandan və digər ölkələrdən muzlu döyüşçüləri cəlb edərək ön cəbhədə döyüş əməliyyatlarını həyata keçirir. Bu, Rusiyanın klassik döyüş aparmasına bir müəyyən imkanlar yaradır. Əlbəttə, artıq digər məqamlara toxunduqda, Ukrayna müdafiəni hansı formada təmin edəcək? Ukrayna əks hücumu hansı formada təmin edəcək? Artıq bu başqa müzakirənin mövzusudur. Amma Rusiyanın imkanları genişdir. Sizin sualınıza
Gəldikdə isə ki, siz qeyd etdiniz ki, 9 Rusiyanın texnologiyaları varmı? Bugünkü vəziyyət necədir? Ukrayna artıq ildə təxminən 4 milyona yaxın müxtəlif təyinatlı dronlar, pilotsuz uçuş aparatları istehsal edir, yaradır və bəziləri isə xaricdən gətirilir. Bu 4 milyona yaxın o deməkdir ki, Rusiya əgər 1 milyonluq şəxsi heyəti döyüş əməliyyatlarına cəlb etsə, hər əskərə 3 dron düşəcək. Yəni onu hər əskəri məhv etmək üçün 3 dron düşəcək. Bu o deməkdir. Yəni təxmini hesablama ilə deyirəm. Əlbəttə ki, bu Rusiya silahlı qüvvələrinin hücum əməliyyatlarına ciddi maneədir və yaxud da Rusiya üçün ciddi problemdir. Bu birinci məsələ. İkinci məsələ, Rusiya dron istehsal edirmi? Pilotsuz uçuş aparatları istehsal edirmi? Əlbəttə ki, edir. 2 il bundan əvvələ qədər bu təcrübə zəif idi, amma son 1 il ərzində Rusiyada bu sahədə müəyyən layihələr həyata keçirir, müəyyən üstünlüklər əldə edib. Yəni, müharibə haqqında danışarkən bir məsələni unutmaq lazım deyil. Mən qayıdıram özümüzə, çox qısa deyim. Ermənistan və Azərbaycan ordusu müharibə aparanda Qarabağda, Ermənistan ordusunun zabit gizir heyəti, döyüşçüləri məgər savadsız idimi? Məgər onlar plan qurmurdularmı? Biz də qururduq, onlar da qururdu. Sadəcə olaraq daha effektiv hərbi əməliyyatlar, daha peşəkar canlı qüvvə və daha üstün texnologiyalardan istifadə etməklə biz qalib gəldik. İndi Rusiya və Ukrayna arasında aparılan hərbi əməliyyatlarda da budur. Yəni, bugün Ukrayna ordusu Dobropolski, deyək ki, Kramatorsk istiqamətində, yəni Donetskinin şimal-qərb istiqamətində hansı üstünlük əldə edib, digər istiqamətdə isə məğlub olur. Bu o demək deyil ki, burada Ukrayna üstündür və yaxud da Rusiya üstündür. Mövqe savaşları gedir hal-hazırda. Bu mövqe savaşları ilin sonuna qədər davam edəcək. İndi bu mövqe savaşında da Məhəmməd müəllim fərqli düşünür ki, Ukrayna üstündür. Biz bu müzakirəni davam etdirəcəyik, amma reklam fasiləsinə ayrılmalıyıq, görüşəcəyik. Bugün sabah deyərək çox zaman itirirsən. Doğru qərarlar isə gözləmir. Park Yasamalda tikintisi davam edən mənzillər elə bugün daha sərfəli şərtlərdədir. Göl mənzərəsi, geniş yaşıllıq və inkişaf edən ərazi bu seçimi həm yaşayış, həm də investisiya üçün daha uyğun edir. 2 otaqlıdan 4 otaqlıya qədər fərqli sahələrdə tikintisi davam edən mənzillər Park Yasamalda səni gözləyir. Bu dəfə mənzil planını təxirə salma. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et. Dipal S09 kazanmak şansı elde et. 3 adet Sharm el Sheikh tur paketi, iPhone, iPad, scooter ve diğer hediyeler seni gözləyir. 30 sentyabra dek her 50 manat alışverişe bir bilet kazan. Daha çok bilet, daha çok şans. Abşeron Mall'a gel. Shopping Fest'te galip ol. Bu dəfə gələn qonaq deyil, mənzil sahibi olmağın üçün bir fürsətdir. City Garden Nərimanovda 58 kvadrat metrdən 170 kvadrat metrə qədər 2 otaq studiya, 3 və 4 otaqlı seçimlərlə tam təmirli hazır mənzillər satışdadır. 17 hektardan çox yaşıllıq, istirahət və idman zonaları ilə burada həyat şəhərin içində, amma onun səs-küyündən uzaqdadır. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə özün üçün ən yaxşısını seç. Ətraflı Ulduz 1544. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə, cəsarətli bir dönüş, daha parlaq bir rəng, özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə remixləndi. Power supply stable. Ciddisən? Bir həftə olmayacam, yollaşma pul göndərirəm. Salam Aynur. Salam, sizə necə kömək edə bilərəm? Maaş kartından Şəfiqə 2000 manat göndər, zəhmət olmasa. Şəfiqə Hüseynliyə göndər. Hər yerdə sizinlə danışan bank. Kartlar
öz hesabların arasında və nömrəyə köçürmə, kartın aktiv, deaktiv edilməsi, bankla bağlı bütün sualların cavablandırılması. İndi çox rahat. Davamı da gələcək. ABB, gələcəyin bankını qarşılayın. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Gyaluron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Gyaluron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Gyaluron Balans ilə. Yenilənmiş L'Oreal Paris Elsef'i kəşf edin. 72 saat təravət, yeni dizayn. Oh, Xiyaralan Weiss Beer Style. Xırdalandan yenili, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weiss Beer Style, Alman tərzində pivə. Havanı dəyişəcək fürsət. Kondisionerləri ayda 19 manatdan başlayan qiymətlərlə əldə et. Pulsuz çatdıraq və quraşdıraq. Sənə yaxın mağazamıza yaxınlaş və ya kontakt.az-dan sifariş et. Davam edirik biz. Ramil müəllim bildirdi ki, Rusiya və Ukrayna arasında əslində bir mövqe savaşı davam edir. Ancaq Məhəmməd müəllim də onu qeyd elədi ki, əslində üstün mövqedə olan Ukraynadır. Bilirsiniz, Ramil müəllim klassik müharibədəndir. Bəli, Rusiya indi də klassik müharibə modelindən istifadə edir. Şəxsiyyəti, canlı qüvvəni, demək olar ki, keyfiyyətə baxmır, kəmiyyətə. Hazırda da bu qədər məğlubiyyətə baxmaraq cəbhə xəttində ayda 30 min canlı qüvvə həlak olur Rusiya tərəfindən. 35 min, daha dəqiq rəqəm deyək. Yenə də klassik kəmiyyətə üstünlüyü verir. Çoxluğa raket, artilleriya və canlı qüvvə, həmçinin aviasiya, hamısı bir yerdə klassik şəkildə ilə 2-ci Dünya müharibəsinin təcrübəsindən indi də Rusiya istifadə etməklə cəbhədə hücum çəkir. Amma nəticə nə olur? Yenə də həmin vəziyyətdə qalır. Çünki Ukrayna tərəfi keyfiyyət müharibəsi aparır. Pualarla, dəqiq vuran, artilleriya ilə. Həmçinin bu günləri peş vasitəsi, bilirsiniz ki, Maskın peş vasitəsi kifayət qədər Ukraynaya, həmçinin kəşfiyyat məlumatları Ukraynanın yanındadır. Ukraynaya dəstək verirlər. Bu səbəbdən Rusiya məhz klassik modellə müharibə apardığına görə uğursuzluğa düçar olur. Və nəzərə alaq ki, bu günləri təkcə Ukrayna öz resursları ilə savaşmır. Bu günləri Almaniyada, Fransada, Polşada, Böyük Britaniyada kifayət qədər Ukraynaya dəstək olurlar. Təkcə lojistik dəstək yox, müharibənin gedişatını dəyişən, keyfiyyətə üstünlük verən model döyüş tətbiq edilir və nəticədə Rusiya adi bir məntəqəni və yaxud 4-5 evdən ibarət kəndi azad etmək üçün ora bir batalyon əsgər göndərir. Bir batalyon 203 nəfərdən ibarətdir. Amma müasir keyfiyyətə üstünlük verən Ukrayna isə həmin kəndi müdafiə və yaxud azad etmək üçün Rusiyanın batalyonuna qarşı bir tağımda Ukraynanın belə müasir imkanları varsa necə olur Rusiya Kiyevin ən önəmli nöqtələrinə ciddi zərbələr endirir? Demək, hava hücumundan müdafiə. Bax, ötən gün G7 zirvə görüşü keçirildi. Orada artıq liderlər qərara aldılar ki, Ukraynanı bundan sonra havadan müdafiə sistemlərini gücləndirəcək. Almaniyanın da birgə havadan müdafiə sistemləri qururlar. Bilirsiniz, İran-Amerika müharibəsi kifayət qədər Ukrayna havadan müdafiə sistemlərinin göndərilməsinin qarşısını aldı. Bunu Donald Trump da artıq etiraf etdi və G7-də də qərara alındı ki, həmçinin Amerikada, Almaniyada, Fransada, Böyük Britaniya bundan sonra Ukrayna havadan müdafiə sistemləri veriləcək. Çünki qarşıdan qış günləri gəlir, Kiyevin havadan müdafiə sistemlərini qurmaq lazımdır. Mən hesab edirəm ki, bundan sonraki mərhələdə daha çətin vəziyyətdə olan Rusiya olacaq. Ukrayna havadan müdafiə sistemləri gücləndiriləcək, aviasiya parkı artıq yenilənir. Bu günləri Odessanın
demək olar ki, hava məkanını NATO-ya məxsus elə Ukraynanın hava məkanını NATO havadan müdafiə sistemləri qoruyur, qırıcıları qoruyur. İndi bu kifayət qədər mətbuata açıqlanmasa da bu günləri qərb istiqamətində, Ukraynanın qərb istiqamətində, həmçinin Qara Dəniz, Odessa istiqamətində NATO'nun hərbi təlimatçıları kifayət qədər burada Rusiyanın raket zərbələrindən qorunmaq üçün hərbi əməliyyatlarda iştirak edirlər. İkincisi də bu gün məhz qərb koalisiyası bu gün daha da güclənir. Amma Rusiya bundan sonra elə ciddi zərbə vurulacaq ki, həm iqtisadi cəhətdən, həm neft-qaz sektoruna Rusiyanı bunlar danışıqlar masasına cəlb edəcək. Maraqlı məqama toxundunuz, Məhəmməd müəllim. Davam edəcəyik. Yücəl müəllimdən də elə bu məqamı əslində soruşmaq istəyərdim. Yücəl müəllim, xatırlayırsınızsa, ötən il Zelenski ilə Donald Trump arasında oval kabinetdə bir görüş oldu. Amma o görüşdə biz görüşün qalmaqalla nəticələndiyini gördük. Başqa bir tərəfdən Alyaskada Vladimir Putinlə Donald Trump görüşdülər və elə bəzi ekspertlər də bildirdilər ki, əslində Donald Trump'ın bu görüşdə Vladimir Putinlə planı ondan ibarət idi ki, Ukrayna böhranı Rusiyanın xeyrinə həll edilsin. Elə bu ayın əvvəlində də Donald Trump bildirmişdi ki, bu bizim məsələmiz deyil. Rusiya və Ukrayna bu məsələni öz arasında həll etməlidirlər. Əgər onlar bizdən hər hansı bir danışıqlar üçün dəstək istəyərlərsə, biz bu danışıqlarda onlara dəstək göstərərik. Amma nə baş verdi ki, birdən-birə Donald Trump bir açıqlama verdi və qeyd etdi ki, biz Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyik. Donald Trump'ın mövqeyini dəyişməsinin İranla müharibə ilə bir əlaqəsi varmı? Yani tabii ki o da etkiliyor. Şöyle ki bu büyük devletler olayları daha büyük pencereden değerlendiriyorlar. Dolayısıyla İran, ABD ve İsrail arasındaki bu savaşın sona ermiş olması Amerika Birleşik Devletleri'nin tekrar Avrupa'ya önümüzdeki ay Türkiye'de toplanacak NATO zirvesine, dünyadaki yeni tehditler, riskler, Çin'e karşı alınacak tedbirlere karşı yönlendiriyor. Trump biliyorsunuz bu G7 zirvesinde söylediği şeyi bir gün sonra farklı şeyi söyleyebilir. Aslında seçki zamanı bu savaşı en kısa sürede bitireceğini ifade etmişti. Sonra siz de demin söylediniz. Bu savaş bizim savaşımız değil. Ne haliniz varsa görün dedi. Dolayısıyla Trump'ın bakış açısına göre bu olayları ne Rusya-Ukrayna savaşını ne kendileriyle ilgili hususları sağlıklı bir şekilde değerlendirmek bizim gibi ekspertler için çok zor hale geldi. Çünkü Trump öngörülemez olmayı en büyük gücü olarak görüyor. Bu öngörülemez haliyle dünyadaki siyasi, ekonomik ve sosyal olayları yönlendiriyor. Müsaade etseniz şimdi bu Rusya-Ukrayna muharebesiyle ilgili fikirlerimi de ifade etmek istedim. Buyurun. Şimdi harbin 3 tane seviyesi var Erdoğan'ın. Bir taktik seviyesi, ikinci operatif seviyesi, üçüncü seviyesi stratejik seviye. Stratejik seviye aynı zamanda siyasetle beraber bütünleşik diye değerlendirebiliriz. Yani 1 ve 2. safhası askerlerle muharebe sahasında cereyan ederken stratejik seviye diğer milli güç unsurlarıyla yönlenir. Yani ekonomisiyle ve diğer hususlarla. Şimdi muharebenin bugün 1576. günü. Demin Ramil Muallim Kırım'ın işgalinden başlayan süreçte ifade etti. Tabii Kırım işgalinden itibaren savaşın başladığı 24 Şubat'a kadarki pozisyon farklı. 24 Şubat'ta Putin dedi ki faşistleri göndereceğiz ve Kiev dahil her şeyi alacağız dedi. Yani stratejik ve siyasi seviye olarak çok bir üst hedef koydu. Fakat bu 1576 gün sonunda ne stratejik seviyede ne operatif seviyede de bir üstünlük elde edemedi. Çünkü
Rus ordusu ve Rus devletinin mevcut durumu, asker durumu, lojistik durumu ve diğer hususlara baktığın zaman bu savaşı operatif ve stratejik açıdan kazanmasının mümkün olmadığını dünyaya ispat etti. Çünkü hala Rusya İkinci Dünya Savaşı'ndan sonra geliştirmiş olduğu sistemlerle dünya nükleer gücünün %50'sine sahip olmanın getirdiği bir rahatlıkla yeni dünyanın hibrit muharebelerine hazırlanmamış. Bu 1576 gün, 3000 gün de olsa bu savaşı Rusya kazanamaz. Peki Ukrayna kazanabilir mi? Ukrayna da kazanabilir. Şimdi Almanya, sırf Almanya Ukrayna'ya 50 milyar avro askeri yardım yaptı. Yaklaşık 30-35 milyar avro da insani yardım yaptı. Savaşın başladığı 1576 günden itibaren bütün istihbarat desteği Avrupa'dan, NATO'dan ve ABD'den geldi. Lojistik destekler Avrupa'dan ve diğer yerden geldi. Yani savaş tarihinde baktığımız zaman hiçbir ülkeye bu kadar büyük lojistik, istihbarat ve siyasi destek verilmedi. Bundan dolayı zaten 1576 gün dayanabildi. Dolayısıyla bu savaşın kazanan olmayacağına göre savaşın kazananı kim oldu? Savaşın kazanan Amerika Birleşik Devletleri oldu. O yüzden Trump diyor ki ne haliniz varsa görün çünkü ben amacıma ulaştım. Ne amacı vardı? Bir, Rusya'yı yıpratmak. Rusya'yı yıprattı mı? Yıprattı. Rusya'nın hem insan kaynaklarını hem ekonomik kaynaklarını hem de sosyo-psikolojik unsurlarını ne yaptı? Yıprattı. Ve Rusya orayı yani Ukrayna'nın tamamını Kırım ve diğer yerlerin dışında neredeyse işgal edeceğini ve tarihi Rus toprakları olduğunu ifade ediyor. Bunu başaramadı. Ukrayna ise Kırım dahil bütün işgal edilen toprakları kurtaracağını ifade etti. O da kurtaramıyor. Yani tamam binlerce kamikaze dronlar yapıyorlar. Hatta bu cepheyi bırakın arkadaşlarımız ve sizler çok yakinen takip ediyorsunuz. Bu kamikaze dronları Orta Doğu'ya veya Afrika'ya dahi gönderir hale geldi Ukrayna ama bu haliyle de savaşı kazanması da Arzu Hanım mümkün değil. Dolayısıyla bugün özellikle son 3-4 günde yaşanan mevzi üstünlükleri, taktik seviyedeki üstünlüklere bakarak bu savaşın operatif ve stratejik seviyesini değerlendirmek çok mümkün değil. Benim şahsi değerlendirmem iki tarafta savaşı sonlandırmaya hazır. Türkiye Cumhuriyeti Dışişleri Bakanı Hakan Fidan da Lavrov'la yaptığı görüşmede barış masasının nerede kurulacağı, hangi koşullarda kurulacağı ve önümüzdeki günlerdeki NATO zirvesinde Rusya ile NATO ülkeleri arasında arabuluculuk konularını konuştu. Dolayısıyla ben... Ama hocam bir məqam var, üzr istəyirəm sözünüzü kəsirəm. Bir məqam var, Zelenski Vladimir Putinə bir məktub göndərdi. O məktubda görüşməyi və bu məsələni bitirməsinə dair fikirləri Zelenskinin öz əksini tapmışdı. Açıq bir məktubuydu. Ancaq Vladimir Putin'dən bu məktuba geri dönüş heç də müsbət olmadı. Siz də bildirirsiniz ki, əslində tərəflər müharibəni bitirmək istəyir. İndi bu məndə sual doğurdu. Əgər Vladimir Putin müharibəni bitirmək istəyirsə, Zelenskinin göndərmiş olduğu məktuba niyə müsbət, olumlu cavab vermədi? Arzu Hanım, şimdi Putin kendini bir Rus çarı zannettiği için Rusya gibi büyük bir devletin Zelenski ve Ukrayna'nın yaptığı bu tekliflere, çağrışlara veya mektuplara bu şekilde zaten cevap vermez. Ama geçen gün yaptığı açıklamada savaşta ilerleme kaydedemediklerini, problemler yaşadıklarını ve defaatlerce ifade ediyorlar. Zaten ifade etmese de biz görüyoruz. Dolayısıyla arka kapı danışıkları denilen danışıklıklar devam ediyor. Putin Zelenski'yi muhatap alıp Ukrayna'yı muhatap alıp onunla aynı seviyede
herkesin topluma açık bir şekilde ben cevap vermeyeceğini değerlendiriyorum. Çünkü bakış açısı olarak o bakış açısına sahip. Fakat demin ifade ettiğim sebeplerden de kaybettiği milyona yakın asker, ekonomik kayıplar, siyasi kayıplar göz önünde bulundurulduğu zaman ve kaçırdığı fırsatlar. Yani eskiden ABD Çin'le danışık yaparken Rusya'yı denge unsuru olarak kullanıyordu ama işte geçen ayki yapılan ziyarette dünyayı farklı bir şekilde tekrar paylaştılar. Dolayısıyla Rusya'da, Ukrayna'da ateşkese kendilerine göre farklı şekilde kazanım sağlayacak harekat alanında birbirinin canını acıtacak taktik manevralar yaparak bu süreci bekliyorlar. Bence NATO zirvesinden önce veya sonra olması daha muhtemeldir. Bir ateşkes, bir tarafsız bir bölgede bir ateşkes ve barışa doğru bir süreç yaşanacaktır. Təşəkkür edirəm hocam. Məhəmməd bəy, sizcə tərəflər bitirmək istəyirmi müharibəni? Ukraynanın biz ritorikasına baxanda bitirmək istəyir, amma Rusiyanın ritorikasında mən niyəsə şəxsən bunu sezə bilmirəm. Rusiya tərəfi Putin bitirmək istəmir. O mənada bitirmək istəyir ki, tamamilə Donbası Ukrayna qüvvələri çıxsın, Donbas tamamilə Rusiyaya təhvil verilsin və bu müstəvidə danışıqlar başlasın. Rusiya bunu istəyir. Fikir verək. Ötən həftə Rusiya tərəfindən məşhur iş adamı Abramoviç bilirsiniz ki, Kiyevdə oldu. Məhz bağlı qapılar arxasında hörmətli Yücel bəy də qeyd etdi ki, bağlı qapılar arxasında konfidensial danışıqlar getməyini mən istisna etmirəm. Məhz Rusiya prezidentinin adından onun elçisi kimi Abramoviçin Kiyevə gedib Vladimir Zelenski ilə danışıqlar aparması hesab edirəm ki, bir növ Moskva Avropa İttifaqsız, Amerikasız Ukrayna ilə iki tərəfli danışıqlar aparmaqdan maraqlıdır və düşünürəm ki, təklif bundan belə olub. Donbasdan çıx, iki tərəfli danışıqlar aparaq və Zaporojinin müəyyən hissələrindən də çəkilərəm, Xarkovdan, həmçinin Krım Xerson istiqamətində də müəyyən dərəcədə çəkilərəm. Amma nəzərə alaq ki, artıq müharibənin taleyi təkcə Vladimir Zelenskidən asılı deyil. Bu artıq Avropa müharibəsidir. Almaniya 50 milyard dollardan çox vəsait qoyub. Polşa, Böyük Britaniya, Fransa bunlar imkan verməz ki, Vladimir Zelenski tək tərəfli Vladimir Putinlə gedib onun təkliflərini qəbul edib müharibənin bitməsinə bağlı qərar versin. Baxın, Amerika və Rusiya tərəfi Ankorisdə liderlər görüşdü. Amerika bəli, kifayət qədər Rusiya reveranslar etmişdi. Donbası tamamilə sülh və yaxud atəşkəs müqabilində Rusiya verilsin. Amma Avropa İttifaqı, Böyük Britaniya buna çox ciddi şəkildə mane oldu. Eyni senarini də Putin də düşünürəm ki, Abramoviçi ona görə göndərmişdi. Amerika, Avropa İttifaqı kənar, gəl oturaq, biz razılaşaq. Məhz bu günlərdə Rusiyanın maraqlarına uyğun razılaşaq. Bəli. Zelenski gedərmi buna? Orta məxrəzə gələk. Tək Rusiya yox, gəlin orta məxrəzə gələk. Və nəzərə alaq ki, Fidanla bu günləri Lavrovun aynı görüşü də baş tutmalıydı. Mən düşünürəm ki, burada Ankara və Moskva arasında da danışıqlar gedir. Növbəti mərhələdə və yaxud danışıqların yenidən İstanbulda keçirilməsi. Bu günləri, məsələn, Vladimir Putin çox çalışdı ki, Avropa İttifaqını danışıqlar prosesinə uzaqlaşdırsın. Buna nail oldu bir müddət. Amerika-Rusiya danışıqları getdi, bu da fiyaskoya uğradı və növbəti mərhələdə Avropa İttifaqı mövqeyini gücləndirdi. Avropa İttifaqı dedi ki, tamam, Rusiya ilə biz danışmaq hazırıq. Amma Rusiya buna getmir. Bu təklif Avropa İttifaqından gələndən sonra Brüssel tərəfindən Abramoviçi göndərdi Kiyevə, dedi iki tərəfli danışıqlar aparaq. Hələ də Rusiyanın masasındadır iki tərəfli danışıqlar. İndi deyir ki, gəlin növbəti İstanbulda danışıqlar keçirdək. Eləmi? Türkiyədə. Mən istəyirəm Yücəl müəllimlə buna bir aydınlıq gətirək. Yücəl hocam, Hakan Fidan Rusiyada hazırda səfərdədir və onun Vladimir Putinlə də görüşü gözlənilir. Lakin öz həmkarı Sergey Lavrovla da bərabər bir görüş reallaşdırıblar və burada sizcə Ukraynaya dair hansı məsələlər müzakirə olundu və bu müzakirə olunan məsələlər Ukrayna böhranının həll olunmasında real effektivliyini göstərəcəkmi?
Yani şunu ifade etmemiz lazım. Gerek Rusya açısından gerek Ukrayna açısından dünyada konuşulabilecek nadir ülkelerden birisi Türkiye. Biliyorsunuz Türkiye bu savaş başladığı günden itibaren tahıl koridoru konusu, esirlerin değişimi konusu, ateşkes konusu gibi hususlarla ilgili defaatlerce ev sahipliği yaptı. Hatta bununla ilgili İstanbul'da bir ortak merkez de kuruldu. Bizim yani İstanbul'da. Dolayısıyla İstanbul ve Türkiye, Ukrayna ve Rusya danışıklıkların gitmesi için en uygun yer. Çünkü eğer bir anlaşma imzalanacaksa Putin ve Zelenski'nin de katılacağı anlaşma, Putin'in gidebileceği, güvenebileceği, bakın iki tane konu var. Bir gidebileceği, iki güvenebileceği nadir ülkelerden birisi de Türkiye. Dolayısıyla gerek Sayın Cumhurbaşkanımız Recep Tayyip Erdoğan, gerçi Dışişleri Bakanımız da bu danışıklara ve ateşkes ve barışa giden sürece ev sahipliği yapacağımızı ifade ettik. Tabii ki Sayın Dışişleri Bakanımızın Lavrov'la ziyareti ve Lavrov tarafından her türlü protokol kuralları dışında aşırı bir şekilde gösterilen ilginin münasebette birinci konu Rusya-Ukrayna danışıklıklarının başlaması ve ateşkes ve barış süreci. İkincisi NATO zirvesi öncesi NATO'nun taleplerini ve Rusya'nın karşı görüşlerinin cemleştirilmesi ve oradaki dolaylı müzakere faaliyetleriydi. Ve Türkiye ile Rusya arasında başta Karadeniz'in güvenliği, Orta Doğu'daki meydana gelen gelişmeler, Libya'daki, Afrika'daki gelişmeler ve en önemli konulardan birisi de Kafkasya'nın güvenliği. Ermenistan'ın seçiminden sonra bir an evvel Azerbaycan-Ermenistan barış anlaşmasının hayata geçmesiyle ilgili yaklaşık 6-7 tane çok önemli başlıklar vardı. Ben bu manada özellikle esirlerin değişimi, artık iki ülkenin de birbirini askeri ve ekonomik olarak daha fazla yıpratmaması, bir ateşkese varılmasıyla ilgili görüşüldüğünü, bunun da yakın zamanda bir yansımasının olacağını, Rusya'nın konuşma dilinin de, yani biraz önce hani mektuba karşılık verme konusunu dile getirmiştik ya, Erdoğan'ın konuşma şeklinin, diplomasi usulünün de bu olduğunu değerlendiriyorum. Buyurun Ramin bəy. Əslində çox sadədir proseslər. Çox sadə və çox sadə dillə izah olunacaq səviyyədədir. 2014, 2012, 2022-ci illəri kənara qoyaq. 2022-ci il fevral ayının 24-dən proseslərə baxaq. Mən danışığımda, çıxışımdakı hərbi, texniki, hərbi, taktiki məqamları kənara qoyuram. Paralellər aparacağım. Müqayisəli şəkildə. 2022-ci ilin fevral ayının 24-düdür. Rusiya Ukraynaya müdaxilə edir. Qoşun salır, müəyyən ərazilər işğal olunur və Ukraynanın dərinliyində yerləşən strateji obyektlərə zərbələr endirilir. Artıq mart ayının biridir. Yaxın tarixdir, biz yaşamışıq bu günləri. Mart ayının biri, ikisi tarixləridir. Ukrayna və Rusiyanın nümayəndə heyətləri, yəni Rusiya prezidentinin köməkçisi və nümayəndələr, rəsmi şəxslər, Ukrayna prezidentinin köməkçisi və rəsmi şəxslər Belarus ərazisində görüşürlər. Hər hansı bir vasitəçi yoxdur. Mariupol işğal olunmayıb, Melitopol işğal olunmayıb, Baxmut işğal altında deyil, Azov işğal olunmayıb, Azov dənizi işğal olunmayıb və minlərlə Rusiya və Ukrayna hərbiçiləri, 10 minlərlə Rusiya və Ukrayna hərbiçiləri həlak olunur. Və həmin prosesdə hər hansı bir vasitəçi yoxdur. Tələb sadə bir tələbdir. Yəni biz üçüncü tərəf olaraq prosesə baxırıq. Sadə bir tələbdir. Müharibəni uzun müddət aparmaq potensialına malik olan Rusiya və israrlı şəkildə öz istədiyinə nail olmağa çalışacaq Rusiya insan itkilərinə
diqqət yetirməyəcək, insan itkilərinə əhəmiyyət verməyəcək bir Rusiya, digər tərəfdə isə hələ o orduya, o güclü orduya, Rusiya qarşısında duruş gətirə biləcək orduya, hərbi birləşmələrinə malik olmayan, hələ Qərbin, kollektiv Qərbin səmimi və effektiv hərbi və hərbi texniki dəstəyini almayan bir Ukrayna, rəsmi Kiyev. Və burada vasitəçilərsiz Belarusiya ərazisində görüş keçirilir. Və Böyük Britaniyadan, Londondan, Parisdən, Vaşinqtondan fərq etməz, Qərbdən gələn zəng nəticəsində Belarusda Lukashenkonun, yəni Ukrayna, Belarus və Rusiya bunlar eyni millətdirlər. Kiyev, Minsk, Moskva eyni formatdır, yəni Slavyanlardır, şərqi Slavyanlardır, mədəniyyət və digər baxımdan. Və orada razılığa gələ bilmirlər. Razılığa gələ bilməməklərinin səbəbi nədir? Bir tərəf hücumdadır, müharibə eləyir, səni işğal etmək istəyir və tələbi odur ki, sadəcə bir məqama, bir məsələni konkretləşdirmək lazımdır. NATO-ya daxil olmayacaqsan, çünki fevral ayının ortalarında NATO-nun baş katibi Stoltenberg Ukrayna və Gürcüstan artıq NATO-ya üzv olmaq mərhələsindədir fikrini səsləndirmişdir və bu qıcıq yaratmışdır. Olmayacaqsan və digər məsələlərdə də neytral olacaqsan. Yəni hərbi və hərbi strateji məsələlərdə neytral olacaqsan. Razılığa gəlinmədi və müharibə davam etdi və nəticədə Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olundu. Ardınca İstanbul görüşü başladı. Türkiyə Məhəmməd niyəsə razı deyil deyəsən. Yox, ola bilər də. Dünyada nə qədər insan var, o qədər də fikir var. Bəli, doğru. Arzu xanım, o problem deyil. Yəni biz onu müzakirə eləmirik. Mən sizə yaddaşınızı təzə. Mən xronik vəziyyəti xronoloji prosesləri deyirəm. Ardınca üstündən müəyyən müddət keçdi. Türkiyə çox ciddi enerji və siyasi belə deyək də iradə nümayiş etdirdi. Baxmayaraq ki, NATO ölkəsi idi, kollektiv Qərbin yanında olmalıydı, amma neytral mövqe nümayiş etdirdi və iki qonşusunu barışdırmaq üçün öz şəhərini, öz siyasi iradəsini ortaya qoydu. Və İstanbul görüşü keçirildi. İstanbul görüşündən sonra Rusiya ordusu Kiyev istiqamətindən geri çəkildi. Niyə çəkildi, nəyə görə çəkildi, gücü çatdı, çatmadı, bu müzakirə mövzusu deyil. Mən onlara, o detallara getmək istəmirəm. Türkiyə Rusiyanı razı saldı ki, Kiyev ərazisindən ordunu çək. Və Ukrayna ilə də bu məsələlər öz həllini tapacaq. Türkiyə rəsmilərinin açıqlamasında bu deyilir, Məhəmməd bəy. Və proses hər şey qaydasındadır və biz hər birimiz gözləyirik ki, artıq bu müharibə bitəcək. Türkiyənin rəhbərliyi də bu qənaətdədir. Və Böyük Britaniyanın baş naziri, həmin dövrdəki baş naziri Boris Johnson və digər Qərb rəhbərlərinin ortaq məxrəcə gəlməsi nəticəsində Ukrayna müharibəni davam etdirmək iradəsini, niyyətini ortaya qoyur. Söhbət Rusiyanın haqlı və yaxud da haqsız olmasından getmir. Söhbət burada artıq faktın, problemin aradan qaldırılmasından gedir. O artıq başqa məsələdir ki, burada kim haqlıdır? Əlbəttə ki, Rusiya işğalçıdır. Əlbəttə ki, Rusiya xaric başqa bir ölkənin ərazisinə, BMT tərəfindən, beynəlxalq hüquq tərəfindən qəbul olunan ərazilərə hücum edib. Necə ki, Amerika Birləşmiş Ştatları hücum edib, Yugoslaviyanı işğal etdi, darmadağın etdi, İraqı işğal etdi, darmadağın etdi və digər ölkələri bir-bir sadalamaq istəmirəm. Əfqanistana müdaxilə etdi. İrana müdaxilə etdi və s. Yəni, bu məsələlərə toxunmaq istəmirəm. Bəli, məsələ bundadır ki, bugün artıq bu problem həll olunmalıdır. Bu problemin həlli üçün qarşılıqlı siyasi iradə nümayiş etdirilməlidir. Qarşılıqlı güzəşt ortaya qoyulmalıdır ki, artıq insanlar ölməsin. Məsələ buradadır. Çox maraqlı məqama toxundunuz, Ramin müəllim. Yəni, güzəştlər olunmalıdır, anlayışla qarşılanmalıdır. Amma indi Birləşmiş Ştatların prezidenti Donald Trump da deyir ki, Rusiyanın geri çəkilməsi üçün ona yeni sanksiyalar tətbiq edəcək. İndi bu yeni sanksiyalar Rusiyanı hərbi cəhətdən zəiflədəcəkmi? Bunu da reklam fasiləsindən sonra müzakirə edəcəyik. Reklam fasiləsinə ayrılırıq.
Cəmi 11.200 manata öz mənzilinin açarını əlinə ala bilərsən. Bəli, yeni Sumqayıtda yepyeni mənzillər satışa çıxdı. 2 otaqlı mənzil 11.200 manat ilkin ödənişlə Sumqayıtın mərkəzi Sülh küçəsinə 3 dəqiqəlik məsafədə. Funksional planlanmış mənzillər ev sahiblərini gözləyir. Geniş parkı, yaşıl həyəti olan 7-24 tam təhlükəsiz mühitdə mənzilin olmasını istəyirsənsə, elə indi Ulduz 1544-də zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun. ATV Plus, zamanın nəbzi. Oh, Xiyaralan Weissbier Style. Xırdalandan yenilik, süzülməmiş buğda növlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weissbier Style, Alman tərzində pivə. Mən seçimimi dedim. Çəkildi. Buyurun Dilara xanım, tapşırdığınızı aldıq. Təşəkkür edirəm. Yormursuz da bizi. Sizdə həmişə bir dublə alınır. Senarini belə oynamaq lazımdır. Amma əsas məsələ öyrənmək deyil ki, əsl sir başqadır. Çünki beynim rahatdır, fikrim başqa yerdə qalmır. İşimə tam fokuslana bilirəm. Bu nəticədir. Əsl səbəbsə sehirli Air-Baby bezləridir. Üzr istəyirəm, sizə zəng var. Ay can, neyinirsən? Heç Nayana, bütün işlərimi görüb bitirmişəm. Nəvən də mışıl-mışıl yatır. Lap 7-ci yuxudadır. Air-Baby uşaq bezləri. 3 nəslin komfortu. Dəniz mənzərəli evinin olması üçün milyonçu olmağın şərt deyil. Sahil Park yaşayış kompleksində 60-70 kvadrat metrdə elə 3 otaq studiya planlaması yaratmışıq ki, həm otaq sayın çox olur, həm də büdcənə qənaət edirsən. Üstəlik mənzillər tam təmirli təhvil verilir. Cəmi 15% ilkin ödənişlə sən də hər sabah dəniz mənzərəsinə oyanıb bulvarda gəzintinin dadını çıxara bilərsən. Sahil Park, sənə uyğun rahatlıq, sənə yaxın dəniz. Ətraflı Ulduz 1544 və ya kristal.az. Zövqlərimiz fərqli ola bilər. Lakin köpüklü Jacobs Cappuccino bizi birləşdirir. Jacobs, həyatın dadından həzz al. Ənənə nəsildən nəslə ötürülən bir hədiyyədir. Və hər yeni nəsil ona yeni nəfəs verir. Yeni bir səhifə. Cəsarətli bir dönüş. Daha parlaq bir rəng. Özünə məxsus bir dad. Köhnə məhz belə yenilənir. Mədəniyyət məhz belə yaşayır. Azərbaycan ruhundan ilhamlanan bir mix. Bayğırdalan. Ənənə Nemix'dəndi. Biz davam edirik. Sanksiyalar effektiv olacaqmı? Bilirsiniz, mən hesab edirəm ki, bəli, sanksiyalar kifayət qədər effektli olacaq. Çünki Rusiya bilirsiniz ki, neft və qaz satışından milyardlarla dollar vəsait qazanır və bu vəsaitdə Rusiya ordusunun xərclənməsinə, onların saxlanılmasına, müharibənin aparılmasına, həmçinin Çindən raket ehtiyat hissələrinin, texnikalarının, müəyyən cihazların alınmasına sərf olunur. Məhz Rusiya təkcə rəsmi şəkildə bu neft və qazın satmırdı. Bunu həmçinin kölgə donanması vasitəsilə də həyata keçirilir. Əsasən, məhz bu sanksiyalar ilk növbədə Rusiyanın kölgə donanmasına da tətbiq olunacaq. İndi ABŞ-İran müharibəsində Rusiyanın neftinə müəyyən dərəcədə sanksiyaları aradan qaldırmışlar. Amerika Birləşmiş Ştatları yenidən onu tətbiq edəcəklər. Yəni bu yeni sanksiyaların tətbiq olunması hazırda neft qiymətlərinin aşağı düşməsi və Hörmüz boğazında açılması. Azad naviqasiyanın bərpa olunmasına gətirib çıxaracaq. Baxaq, Rusiyadan kim neft alır? Çin
Çin və əsasən Hindistan. Və Hindistan şirkətlərinə də sanksiyalar tətbiq olunacaq Rusiyadan neft almayan. Çin də məcbur olacaq ki, həmin sanksiyalardan qorumaq üçün Rusiyadan kifayət qədər neft alışını dayandıracaq və Rusiyanın kölgə donanmasına məxsus gəmilər yenə okeanlarda dayanacaq. Böyük Britaniya bir neçə gündür ki, Rusiyanın kölgə donanmasına qarşı əməliyyatlar keçirir, saxlayır. Fransa və digər ölkələr. Mən düşünürəm ki, məhz Qərb koalisiyası artıq kifayət qədər mövqeyini gücləndirib, Rusiyaya qarşı heç bir güzəşt olunmayacaq. Məhz ABŞ-İran müharibəsinin müəyyən qədər Amerikanın nailiyyəti və təklifləri çərçivəsində uğurlu olduğu üçün Amerika prezidenti müəyyən qədər mövqeyi gücləndi və ona görə də Qərb koalisiyasına, Avropa İttifaqı ilə Rusiyaya qarşı G7 samitində yeni sanksiyaların tətbiq olunmasına razılaşdı. Mən düşünürəm ki, İndi bu Rusiyanı danışıqlara yaxınlaşdıracaqmı, yoxsa daha da aqressivləşdirəcək? Yox, aqressivləşdirəcək. Nə edəcək? Kiyevi vuracaq, Lvovu vuracaq. Eyni asimetrik cavabı Ukrayna tərəfi Kremldə vuracaq, Moskvanın digər strateji obyektlərini vuracaq, paytaxtı vuracaq. 80 il ərzində soyuq müharibədən sonra Moskvada hər hansı bir partlayış olmayıb, Moskvaya bir bomba düşməyib. Amma indi Ukrayna tərəfi Moskvaya ballistik raketlərlə və puanlarla hücumlar olunur. Neft kimya zavodunun partladılması, neft emalı zavodunun partladılması Moskvaya bir mesaj idi. Kremlin 200 kilometrliyindeydi həmin neft emalı zavodu. Yəni bundan sonraki əsas hədəf Rusiyanın iqtisadi dayaqlarını sıxışdırmaq, onun müharibə təchizatını tamamilə sıfırlama və danışıqlar masasında Rusiya güzəştə getməkdir. Amma biz bu Çin, Körfəz ölkələri, Hindistan faktorunu da unutmamalıyıq. Mən dedim axı, Amerika Birləşmiş Ştatları bunlara da deyir ki, Hindistanın müəyyən şirkətlərinə sanksiya tətbiq olunacaq. İran müharibəsindən əvvəl Hindistanın şirkətlərinə sanksiyalar tətbiq olunmuşdu. Hindistan Rusiya neftini almırdı. Çin də müəyyən qədər artıq sanksiyalara görə Rusiya ilə müəyyən dərəcədə həmin neft alışını dayandırmışdı. Hətta 3-cü Sibir qaz boru kəmərinin çəkilməsinə də Çinə etiraz edib. Və hesab edirəm ki, Rusiyanın artıq çıxış yolu yoxdur. Vəziyyəti Qərb elə bir vəziyyətə gətirəcək ki, artıq Putini saraydaxili elita devirəcək. Baxın, artıq kütləvi informasiya vasitələrinin Rusiyanın özündə qeyd edirlər ki, Vahid Rusiya partiyasının reytingi kifayət qədər aşağı düşüb. Kommunist partiyasının mövqeyi güclənir. Yəni, bir növ artıq Rusiyanın müəyyən siyasi elitasında da bir-birlərinə qarşı kompromatlar var və hətta dediyim kimi kütləvi informasiya vasitələrində hakim Vahid Rusiya partiyasının da artıq reytinginin aşağı düşməsini qeyd edirlər. İndi Vladimir Putin adını çəkməsələr də onun partiyası artıq Rusiyada nüfuzdan düşüb. Bilirsiniz ki, növbəti seçkilər yaxınlaşır. Sentyabrda Dumaya seçkilər olacaq. Artıq vəziyyət qəlizləşir. Düzdür, seçkilər, xalqın iradəsi Rusiyada siyasi hakimiyyətin formalaşmasını həll etmir. Manipulyasiyadır. Orada güc strukturları rəhbər seçir. Əsasən, orada hakimiyyət federal təhlükəsizlik xidmətinin əlindədir. Putin də o şinetdən çıxıb və partiya sistemi sadəcə olaraq manipulyasiyadır. Mən düşünürəm ki, bu sanksiyalar Rusiyaya ciddi zərbələr vuracaq, Rus rublu zəifləyəcək və Rusiyanın cəbhədəki ordunu maliyyələşdirilməsi və hərbiçilərə kompensasiyaların verilməsi, muzlu döyüşçülərə pulların verilməsini gecikdirəcək və nəticədə Rusiya məcbur qalacaq Ukrayna ilə bağlı güzəştlərə keçsin. Yəni siz bildirdiniz ki, yox, Avropa İttifaqı ilə artıq bunlar siz bildirdiniz ki, Rusiya zəifləyib, hələ bundan sonra da zəifləməyə davam edəcək. Mən Yücəl müəllimdən soruşmaq istəyirəm. Yücəl hocam, Rusiya zəifləyir deyir Məhəmməd müəllim, hələ bundan sonra daha da zəifləyəcək deyir. Amma bir məqam da var. Almaniya hərbi hava qüvvələrinin komandanı Rusiyaya təhdidvari ultimatumlar göndərib və bildirib ki, Rusiya ilə müharibə baş verərsə, NATO Sankt-Peterburgu vuracaq, Kaliningradı vuracaq, Qara dənizi vuracaq. Əgər Rusiya bu qədər zəifləyibsə, NATO niyə müharibə senarisine hazırlaşır? Yani Alman Savunma Bakanı bence biraz boş konuşmuş yani. Aha. Tabii neden boş konuşmuş? Şundan dolayı. Tamam oraları vurabilir. Oraları vurmaya fırsatı olmadan
Berlin'i, Bonn'u, ondan sonra Frankfurt'u Rusya vurmayacak mı zannediyor? Yani şimdi bu son zamanda öyle bir şey gelişti ki Arzu Hanım. Yani bizde Anadolu'da bir laf var. Ağız olan konuşuyor diyorlar ya. Ağız olan konuşuyor. Ama Mehmet tamam, müəllim zəifliyib dedi Rusya. Ama bakın şimdi Muallim'in söylediği konu o değil. Rusya tabii ki zayıflıyor. Rusya'nın zayıflaması ayrı bir konu. Alman Savunma Bakanı'nın oraları vuracağını söylemesi ayrı bir konu. Şimdi yani zəifləmiş Rusiyada niye bu kadar qorxurlar? Sizin de dediğiniz gibi barıtı niye çok edirlər? Dünyada 12.000 tane nükleer silah var. Bu nükleer silahların %55'i Rusya devletine ait. Rusya'yı siz muharebe sahasında zayıflatabilirsiniz. Ekonomik olarak zayıflatabilirsiniz. Fakat bu demek değildir ki Rusya'nın derinliklerinde stratejik seviyede ondan sonra zarar verebilirsiniz veya işgal edebilirsiniz. Bir muharebenin kara silahları vardır. Yani bu daha önce biliyorsunuz İran muharebesinde de konuşuldu. Bu kadar nükleer güç olan, uzay gücüne sahip bir Rusya'yı ne kadar zayıflarsa zayıflasın, Almanya Savunma Bakanı'nın söylediği şekilde ondan sonra yok edemezsiniz. Birinci konu bu. İkinci konu G7 zirvesinde Trump'ın söylediği hususa ilk defa Kongrede ve Temsilciler Meclisi'nde iki tarafta Rusya'ya karşı yaptırımların ağırlaştırılmasına karar verdiler. Bir tasarı var. Bu tasarının 4 tane temel hususu var. Bir, Rusya'nın enerjiden elde ettiği gelirleri zayıflatmak. Bu Rusya için çok büyük bir zarar. Artı Rusya ile işbirliği yapan, alan veren ülkelere karşı yaklaşık %500 vergi koymayı öngörüyorlar. Dolayısıyla Rusya'yı ekonomik olarak zayıflatacak. İkinci olarak Rusya bankacılık sistemine karşı yaptırımlar getirecekler. Bu da çok önemli bir husus. Özellikle eski Rusya coğrafyasındaki hareketlilik ve bankacılık üzerine yapılacak olay Rusya'yı bu ateşkes ve barış anlaşmasına götürecek bir süreçtir. Gölge filolar dediğimiz Rusya'ya ait olmayan fakat Rusya adına iş yapan filolar ve enerji şirketlerine karşı da bir yaptırım uygulanacak. Bu da çok büyük bir Rusya'ya darbedir. Aynı zamanda da Rus savunma sanayinin bağımlı olduğu, oradaki arkadaşlarımız bu konuyu siz çok iyi biliyorsunuz. Çip sanayi dahil olmak üzere savunma sanayine yönelik yaptırımlar geliyor. Dolayısıyla bu da Rusya'yı zayıflatır. Fakat bu bütün hususlar göz önünde bulundurduğumuz zaman Alman Savunma Bakanı veya NATO'nun ifade ettiği şekilde Rusya'yı kısa sürede dizginlemek veya ben burada Muhammed kardeşimden farklı düşünüyorum. Yani Putin'i devirecek seviyeye getirebilmesi yakın vadede çok mümkün gözükmüyor diye değerlendiriyorum. Siz necə düşünürsünüz? Bilirsiniz, məsələn, Bundeswehr, Almaniyanın Bundeswehr rəhbəri, yəni Almaniya Müdafiə Naziri qeyd edir ki, NATO Sankt-Peterburqu, Kaliningradı və yaxud vuracaq. Onsuz da Ukrayna vurur da, Sankt-Peterburqda da, Kaliningradda strateji terminalları. Hətta Peterburqda Vladimir Putin iştirak etdiyi iqtisadi forumunu demək olar ki, Ukrayna Peterburqun havasını qara buludlara bürüdü. Yəni bu faktdır. İkincisi isə Putinin devrilməsinə bağlı. Bilirsiniz, Putini bütləşdirirlər, Putin güclüdür. Putin necə güclüdürsə, fevralın 2022-ci ilin fevralında Zelenskiyə nasist, narkoman deyirdi, amma 9 mayda keçirdiyi uğursuz hərbi parad, texnikasız parad, ikincisi 11 mayda cənab Vladimir Zelenski deyirdi. Yəni Putin heç də güclü deyil. Putini kifayət qədər ay dünya lideri də saymaq olmaz. Artıq Rusiya heç orta gücdə deyil. Nəinki bu günləri Azərbaycan artıq orta gücdür. Azərbaycan bu günləri dünyanın siyasi nizamı təhlükəsizliyinə artıq önəm verir, sülh və təhlükəsizlik bağlı. O zaman bu Avropa ölkələrinin, Baltikyanı ölkələrin deməsi ki, Rusiya bizə hücum edəcək. Rusiya bilirsiniz, hücum edə bilərdi bir Baltikaya.
ki, biri təhdidləri var idi. Yaşıl adamcılıqları Estoniya sərhədlərinə. Çünki bilirsiniz ki, Estoniyanın bir şəhəri etnik ruslardan ibarətdir və Rusiyanın kütləvi informasiya vasitələrində hətta Estoniyada etnik rusların yaşadığı ərazilərə muxtariyyət tələbi ilə bağlı müəyyən dezinformasiyalar buraxılırdı. Amma hazırki məqamda düşünürəm ki, Rusiya yeni cəbhə aça bilməz. Bu Rusiya intiharı ola bilər. Bir növ bilirsiniz ki, Almaniya Müdafiə Naziri qabaq gəlmişlikdən elir. Yəni, bax, Rusiya sən saçı bir Baltik ölkələrinə hücum etsən, oranı bilirsiniz ki, təhlükəsizliyini Almaniya həyata keçirir. Orada ümumi qoşun hissələri də var və bu günlərdə Almaniya kifayət qədər güclənir, öz hərbi sənayesini, həmçinin şəxsiyyətini, silahlı qüvvələrini, hərbi dəniz donanmasını, aviasiyasını təkmilləşdirir və 2-ci Dünya müharibəsindən sonra Almaniya tətbiq olunan artıq kvotada artıq demək olar ki, fiyaskoya uğrayıb. Və bu günləri məhz kimə görə? Rusiya təhlükəsinə görə bu günləri Avropa güclənir. Bu günləri Putin çox strateji səhvə yol verdi. Rusiyanın demək olar ki, regional gücdən tamamilə zəif bir ölkəyə çevirir. Avropanın silahlanmasına, güclənməsinə vəsilə oldu. Almaniyanın 2-ci Dünya müharibəsindən sonra demək olar ki, onun ordusu güclənməməlidir, silahlı qüvvələr. Amma ona da artıq bir kart blanş verdi. Bu günlər Almaniyada güclənir. Mən təbii ki, Almaniyanın güclənməsini heç də uğurlu hesab etmirəm. Yaxşı bir hadisə hesab etmirəm. Çünki hələ də onlarda faşizm ənənələri, o partiyalar var. Bilinmək olması Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Almaniya da Polşa ərazi iddiaları irəli sürər. Bilirsiniz ki, Birinci, İkinci Dünya müharibəsi Avropada baş verib. Eyni sistemdə zaman dəyişməyib. Sadəcə insanlar dəyişir, amma ideologiya hərbi müstəvi yenə də o şuurlarda qalmaqdadır. Tarix təkrarlana bilər. Bütün bunların başında Rusiya durur. Ona görə də Qərb koalisiyası, mən əminliklə deyirəm ki, Rusiyanı zəiflədəcək, dağıtmayacaq. Putini öz siyasi elitası yola salacaq. Mən əminliklə deyirəm, dünya yeni nizam qurulur. Bu yeni nizamın da rəhbəri Amerika Birləşmiş Ştatları Qərb koalisiyası duracaq. Rusiya və Çinə imkan verməyəcəklər ki, çox qütüblü dünya qursun, qlobal cənub qursun. İranı gördünüz, necə küncə sıxışdırdılar. İran Amerikanın təkliflərindən razılaşdı. Bu məsələlərə gələcək. Ramil müəllimdən bir məqamı dəqiqləşdirmək istəyirəm ki, Ramil müəllim, siz nə qədər ehtimal verirsiniz Rusiyanın Baltik yani ölkələrə hücum edib etməməsinə dair? Çünki Finlandiya yaxınlığında da iri miqyaslı hərbi infrastrukturlar tikir Rusiya və bu hərbi infrastrukturlar Rusiyanın nə işinə yarayacaq Finlandiya ilə sərhəddə? Finlandiya NATO-ya daxil olana qədər belə bir niyyət yox idi, məqsəd yox idi. Çünki sonuncu 39-40-cı illərdə olan SSR və Finlandiya arasındakı müharibədən sonra yaranmış vəziyyət Sovetin, SSR-nin, sonra isə Rusiyanın Finlandiya istiqamətində hərbi potensialını gücləndirməsinə ehtiyac vermirdi, ehtiyac duyulmurdu orada belə bir ciddi bir hərbi birləşmə saxlanılsın. Amma ümumilikdə bir şey deyə bilərəm, heç nə dəyişməyib. Ötən əsrin ortalarında baş verən proseslər bu gün də baş verir, davam edir. Yenə də Baltik yanı bölgədə Alman hegemonluğu artmaqdadır. Bu ötən əsrin 30-cu illərində də belə bir proses başlamışdı. Yenə də Polşada Almaniya öz mövqeyini gücləndirir. Yenə də Ukraynada Almaniya öz mövqeyini gücləndirir və mən belə düşünürəm ki, Böyük Britaniya və Amerika ilk növbədə Rusiya nefti uğrunda çox ciddi, Rusiya və İran nefti uğrunda çox ciddi müharibə aparırlar. Bu məsələlərdən biridir. İkinci məsələ, Rusiya hər zaman üstün, ciddi bir mövqeyə gəlib çatdıqda, Avropa ilə yaxınlaşma olduqda, Rusiyanı Avropa ilə düşmən etmək üçün Böyük Britaniya və Amerikanın müəyyən layihələri olur, həyata keçirilir, proyektlər həyata keçirilir. Bu, Birinci Dünya müharibəsində əvvəldə belə bir vəziyyət yaranmışdı. İkinci Dünya müharibəsində baş verməsinin səbəblərindən biri oydu və Amerika Birləşmiş Ştatları və Böyük Britaniya bütün öz imkanlarından istifadə edərək Rusiya ilə Avropa arasında hər zaman bir dəmir, bir sədd çəkməyə çalışır. Hazırki vəziyyəti qısaca belə analiz etmək olar. Çox qısa vaxtımız az qalıb. Ukrayna döyüş meydanıdır.
poligondur və bu poligonda böyük dövlətlər öz potensialını, daha doğrusu öz mövqelərini diktə etməyə çalışırlar. Və hesab eləyirəm ki, burada uduzan tərəf biraz belə bir bədii oldu. Uduzan tərəf Ukrayna olacaq və artıq vəziyyət bunu deməyə əsas verir. Burada qalib tərəf təbii ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniyadır və Avropanın kollektiv qərbin maraqlarıdır. Rusiya isə yenə də uzunmüddətli düşmənçi qonşuları ilə uzunmüddətli, yəni 10 illiklərə dayanan bir düşmənçilik formatında öz fəaliyyətini, öz işini davam etdirir. Təşəkkür edirəm Ramin müəllim sizə də, Məhəmməd müəllim sizə də, Yücəl hocam sizə də minnətdaram. Ətraflı şərh verdiniz suallarımız istiqamətində. Bəli, yəni Ukrayna-Rusiya cəbhəsində vəziyyət hələ də müşkül olaraq qalır. Əslində İran cəbhəsində də proseslər belədir deyə bilərik. Nə qədər ki, Donald Trump desə də, İran məsələsi bağlandı, artıq bütün diqqətlər Ukraynadadır. Ancaq indi son çıxan məlumatlar isə bunun tam əksini sübut edir. Donald Trump bildirir ki, İranla saziş qəti deyil və ABŞ-nin nəsə xoşuna gəlməsə, həmin ölkəyə zərbələr endirəcək. Yəni, onlar özlərini yaxşı aparmalıdırlar. Əgər yaxşı aparmasalar, biz İranı bombalayacağıq, deyir Donald Trump. Son dəqiqə məlumatları da bundan ibarətdir. Bütün proseslərdən xəbərdar olmaq üçün hər zaman Baku TV-ni izləyin. Növbəti buraxılışlarımızda görüşənədək.